Selamun aleyküm və rəhmətullah. Deməli, biz həmişə dərman bitkilərindən danışanda o bitkilərdən, o reseptlərimizdən danışırıq ki, biz ondan çox fayda görürük və bunu da biz həmişə buradan paylaşım eləyirik. Siz də eləyəsiniz, hazırlayasınız, içəsiniz. Bəzən bitkiləri təkrar da deyirik ki, yadınızdan çıxmasın, arada xatırlama olsun. Mənim ən çox sevdiyim və çox fayda gördüyüm reseptlərdən birini deyim. Ot hindi sarıkök qarışımı. Deməli, bunu necə hazırlayırsınız? Təxminən 200 qram ot hindi götürürsünüz, 200 qram sarıkök götürürsünüz, bir 30 qram qara istiot götürürsünüz, 30 qram xardal götürürsünüz, qara xardal götürürsünüz və 30 qram da zəncəfil götürürsünüz. Deməli, bu 30-30 bunları eləyək 100 qram tutalım. 100 qram eləyirik zəncəfil, xardal və qara istiot qarışımı 100 qram eləyirik. 200 qram ot hindi götürürük, 200 qram da sarıkök tozunu götürürük. Bunların hamısını qarışdırırıq bir-birinə. Vəssalam, qarışımımız hazırdır. Faydaları nədir? Faydaları haqqında o qədər faydaları var ki bu qarışımların və bu qarışımın faydaları bizim təpəmizdən tutmuş dırnağımıza qədər bütün orqanlarımız üçün faydalıdır. Baxın, təsəvvür eləyin, əgər sizin məsələn dərinizdə çoxlu sızanaqlar çıxırsa, səpkilər çıxırsa, içə bilərsiniz. Axırda içmə qaydasına deyəcəm. Sonra müxtəlif mənşəli allergiyalardan əziyyət çəkirsinizsə, istəyər asmatik bronxit olsun, istəyər dəridə səpkilər olsun, istəyər boğazda deyilən bir hallar, xroniki farenjit əlamətləri olsun. Bunların hamısından rahatlıqla istifadə edə bilərsiniz. Boğaz infeksiyalarında tez-tez boğaz gəlmə halları baş verirsə, ağzınızda yaralar çıxırsa istifadə edə bilərsiniz. Yüksək xolesterin varsa gözəl bir təsiri var, istifadə edə bilərsiniz. Qan qatılığından əziyyət çəkirsinizsə, yenə istifadə edə bilərsiniz. Damar problemləriniz varsa, vaskulit xəstəliyindən əziyyət çəkirsinizsə, damarlarınızda deməli varikoz damar genişlənməsi varsa, damar tutulması, ürək damarlarının tutulması kimi və damarda daxili yağlanma, damar mənfəzinin daralması kimi hallar varsa istifadə edə bilərsiniz. Ürək problemləri varsa istifadə edə bilərsiniz, çünki ürəyin atım fraksiyasını da gücləndirir. Bağırsaqlarımız üçün mükəmməl bir müalicə vasitəsidir. Çünki tərkibindəki olan antioksidantlar bizim faydalı mikrofloramız üçün yem mənbəyidir. Ayaqlarınızda gecə krampları baş verirsə, bu zamanda faydalıdır. Əzələ ağrıları varsa faydalıdır. Sonra sistem xəstəliklərindən əziyyət çəkirsinizsə, məsələn poliartrit varsa, psoriaz xəstəliyi varsa, bu zamanda faydalıdır. Yəni mən bu xəstəlikləri bəlkə də faydalı olan xəstəliklərin heç onda birini saymadım sizə. Çünki o qədər həqiqətən də böyük faydaları var və bunun hamısını nəzərə alaraq nəzərinizə çatdırım ki, bunların heç biri olmasa da belə, siz bu qarışımı ildə bir dəfə, iki dəfə hazırlayıb içməklə saydığım bu xəstəliklərin heç baş verməsinin əvvəlcədən önləyə bilərsiniz. Deməli, həm sarıkökün tərkibində, həm də ot hindinin tərkibində o qədər zəngin antioksidantlar var ki, siz bunlardan istifadə etməklə xərçəng olmanın qarşısını önləyə bilərsiniz və hətta bu hər iki bitkinin hər biri ayrı-ayrılıqda xərçəng hüceyrələrinə çox güclü öldürücü bir təsir göstərir və xərçəng olan zaman belə də yerə də istifadə edə bilərsiniz. Xərçəngin metastaz verməsinin qarşısını alır, böyüməsinin qarşısını alır və insanın daha çox yaşamasına səbəb olur. Yəni xəstəlikdən dolayı ölümünün qarşısını ala bilir. Bax, belə faydalarının saymaqla bitməyən, tükənməyən bir faydaları var. Xatırladım ki, bu qarışım biraz təzyiqi qaldırır. Çünki daha çox təzyiqin qalxmasına ot hindi təsir göstərir. Bunu da nəzərə almanız lazımdır. Ona görə də yüksək təzyiq varsa ehtiyatlı olun. Bunu istifadə edən zaman şəkər xəstələri üçün çox gözəl bir müalicə üsuludur. Şəkərin bütün növlərində, həm birinci tipdə, həm ikinci tipdə, həm istər-istəməz şəkər xəstəliyindən əgər sizin ayaqlarınızda trofik yaralar əmələ gəlibsə belə, bunların hamısında çox gözəl bir təsir göstərir. Mikrosirkulyasiyanı yaxşılaşdırır və buna görə də bizim həm gözümüz üçün, həm beynimiz üçün, həm dərimiz üçün çox gözəl bir təsirləri var. Ümumiyyətlə bunu siz içməyə başlayan andan faydaları görəsiniz. Deməli, necə bunu içə bilərik? Məsələn, ən rahat üsullarından biri gün bir-birinə qarışdırırıq qarışımı. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl bundan 1 çay qaşığı ağza atıb üstdən 1 stəkan su içirik. Bəzi insanların mədəsində eroziya ola bilər və mədə eroziyası varsa bu insanlara ziyan eləyə bilər. Çünki aşılayıcı maddələr var tərkibində. Bu zaman mədənizdə problem varsa yeməkdən yarım saat sonra içə bilərsiniz və yaxud da
Bu qarışımı bir çay qaşığı götürürsünüz, bir stəkan qaynar suya qarışdırırsınız, 1-2 dəqiqədə qaynadırsınız. İlıq olandan sonra süzüb belə də içə bilərsiniz və yaxud da bir çay qaşığı bal da qarışdırıb bunu içə bilərsiniz. Və yaxud da bir istifadə qaydasında deyim, qarışımı bir-birinə qarışdırandan sonra bitkilərimizi qarışımdan bir çay qaşığı götürürük və bir çay qaşığı da bal götürürük. Bunları bir-birinə qarışdırırıq və həmin qarışdırıb qutarandan sonra yeyirik. Bunu bir-birinə qarışdırıb saxlayanda bal acılaşacaq və onu yemək olmayacaq. Ona görə də bir-birinə qarışdıran anda yeyəndə isə daha rahat yeyilir və insana da əziyyət vermir. Yəni vaxtınızı almaq istəmirəm, həqiqətən də faydalarını saymaqla bitməyən, tükənməyən bax bir nemətlərdir. Allahın verdiyi bir gözəl nemətlərdir. Bunlardan istifadə edin. Bax, məsələn, adi bir götürək parodontoz xəstəliyi. Bax, bu parodontoz xəstəliyinin heç tibbdə müalicəsi yoxdur. Dişlər tökülür. Bax, bu qarışımdan siz istifadə edin. Baxın, görəsiniz ki, damağınız, bax, adamlar var ki, dişinə diş fırsatı vuran kimi damağı qanayır. Bax, bu qarışımdan bir dənə istifadə eləsin, görsün, damağı nə qədər bərkiyəcək, nə qədər ağız boşluğu sağlamlaşacaq. Elə insanlar var ki, ağzına illərlə yara çıxır. Bax, bu qarışımdan bir dənə istifadə eləsin, görsün, ondan sonra o ağzına görə yara çıxacaq. İllərlə heç çıxmayacaq. Və elə insanlar var ki, xroniki faringit, tonzillit. Belə adi bir dənə otaq temperaturunda su içən kimi boğazı gəlir. Bax, bu insanlar üçün mükəmməl bir müalicə üsuludur. Nə edirsiniz? Bax, bu zaman siz həmin qarışımdan gündə 3 dəfə bir çay qaşığı götürüb bir stəkan qaynar suya qarışdırın. 2 dəqiqə, 3 dəqiqə, 5 dəqiqə qaynadın, fərqi yoxdur. Ondan sonra süzün, ilıq vəziyyətə çatandan sonra bir çay qaşığı bal qarışdırın, eləyin. Buna bax, həmin o 500 qram qarışım qutarana qədər eləyin. Ondan sonra sizdə bir dənə tonzillit qalmayacaq. Şişmiş, boğaza şişmiş düyünlər hamısı əriyəcək və gedəcək. Zob xəstələrindən əziyyət çəkən insanlar üçün nə qədər faydalıdır. Qalxanbarı vəzirinin hipotireozlarında, yəni TSH əgər yüksəlibsə, bu zaman çox faydalıdır. Ürək döyünməsi varsa, ürək döyünməsini nizama salacaq. Bax, adamlar var, vadalaska geyinə bilmir, boğazdan üstünü örtür, yorğan boğazına qədər çatır, ürəyi sıxılır. Bunların hamısı aradan qalxacaq. Ürək döyünmələr aradan qalxacaq. Qadınlarda adət pozğunluğu varsa aradan qalxacaq. Mastopatiyaları varsa, miomaları varsa, bunlara əhəmiyyətli dərəcədə bunlara təsir göstərəcək. Mən çox sayıram, faydalarını çox sayıram. Mən sadəcə olaraq bir bitki haqqında daha çox danışanda bəzən insanlara yorucu olmasın deyə çox danışmıram, amma bu qarışım həqiqətən mükəmməldir. Çalışın istifadə eləyin, uşaqlarınız istifadə eləsin, özünüz istifadə eləyin. Hamilə xanımlara dediyim dozanın yarısını verə bilərsiniz. Məsələn, gündə 3 dəfə yarım çay qaşığından. Bunu verə bilərsiniz, heç bir ziyanı yoxdur. Çalışın, sağlam olun, biz də içində amin. Sağ olun.